Bu yaxınlarda bir tələbə məndən belə bir sual soruşdu. Tələbə olaraq nəyə investisiya edə bilərəm? Bu sual mənim çox xoşuma gəldi. Hətta yaxın vaxtlarda uzun bir video çəkib həm sualın cavabından, həm də bu sual mənə nə üçün bu qədər dəyərlidir, bundan danışacağam. İndi isə gəlin əsas məsələyə baxaq. Bir tələbə nəyə investisiya edə bilər? Bir tələbənin ən dəyərli varlığı elə özüdür. Çünki investisiya anlayışı belədir. Sən gələcəkdə dəyəri artma ehtimalı olan, lakin bu gün hələ real dəyərini tapmamış bir şeyə investisiya etməlisən. Startaplara edilən investisiya və ya daşınmaz əmlaka edilən investisiya da eynən bu məntiqə əsaslanır. Bugünkü dəyəri kiçikdir, lakin potensial dəyəri böyükdür. Bu məntiqlə baxanda da bir tələbə üçün potensial dəyəri böyük olan şey elə tələbənin özüdür. Bacarıqlarıdır, sağlamlığıdır, düşüncə tərzidir, onun öyrənmə qabiliyyətidir. Ona görə də bir tələbə üçün ən yaxşı investisiya hər hansı aktiv yox, elə tələbənin özüdür. Hələ ki gənc yaşında özünə belə bir sual verən tələbə böyük ehtimalla potensial dəyəri yüksək bir tələbədir. Ümid edirəm video tələbələrə faydalı olar. Əgər potensial dəyəri böyük tələbə tanışlarınız varsa, bu videonu onlarla paylaşın. Sağ olun, sağlıqla qalın.